Aha, hər şey hazırdır. Ekranda paylaşaq. Deməli, bugünkü mövzumuz say sistemləri mövzusudur. Ümumiyyətlə, say sistemlərinə baxanda hansı say sistemləri var? İkilik say sistemi var. İndi bizim, təbii ki, say sistemləri çoxdur. İkilik, üçlük, dördlük say sistemləri çoxdur. Amma bizim informatikadan keçəcəyimiz və DİM-in öz vəsaitinə düşən əsas say sistemləri bunlardır. İkilik say sistemi, 8-lik say sistemi, 10-luq say sistemi və 16-lıq say sistemi. Bugünkü mövzuda biz bu say sistemləri üzərində bu prosedurlara baxmalıyıq. 1. Say sistemi nədir? Ümumiyyətlə, say sistemi nədir? Niyə say sistemləri lazımdır və onun haqqında ümumi məlumatlar. 2. Sonra praktiki məsələləri keçmək lazımdır. Say sistemlərinin çevrilməsi. Say sistemləri arasında çevrilmə əməliyyatları. Say sistemləri qısa yazıram. Nöqtə sistemdən sonra çevrilməsi. Çevrilməsi. Sonra üçüncü proses isə say sistemlərin toplanması, vurulması və bir də çıxılması məsələlərdir ki, bunlara baxmalı lazımdır. Çıxılması. İlk olaraq başlayaq say sistemləri nələrdir? Niyə say sistemlərini istifadə edirik? Ümumiyyətlə, say sistemləri, məsələn, bizim istifadə etdiyimiz rəqəmlər də əslində say sistemidir. Bizim istifadə etdiyimiz rəqəmlər onluq say sisteminə aiddir. Onluq say sistemində hansı rəqəmlər var, hansı simvollardan təşkil olunub? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bu, onluq say sisteminin istifadə etdiyimiz simvollardır, elementləridir ki, rəqəmlərdir ki, bunlardan biz əməliyyatlar aparanda istifadə edirik. Təbii ki, indi burada belə bir sual yaranır. Deyə bilərsiniz ki, bəs biz 45 yazırıq axı. 45 onluq say sisteminə aid deyil ki, biz birbaşa 45 götürə bilmərik ki, onluq say sistemi. Burada belə deyim sizə, 45 çünki ədəddir. Ona görə biz ədəd və rəqəm anlayışından istifadə edirik. Ədəddir. Ədəd nədir? Rəqəmlərin birləşməsindən yaranır ədədlər. Və əslində 45-in daxilində 4 var və 5 var. Əgər parçalasaq biz 4 və 5-i görürük. 4 nədir? Rəqəmdir, 5 də rəqəmdir. Və həqiqətən 4 onluq say sisteminə aid bir rəqəmdir, 5 də onluq say sisteminə aid bir rəqəmdir. Bunların birləşməsindən 45 ədədini almış oluruq. Yəni bütövlükdə biz 45-i aparıb da onluq say sisteminin içərisindəki element kimi daxil edə bilmərik. Bu, eyni məntiq bütün say sistemləri üçün keçərlidir. Ümumiyyətlə, belə deyim, say sistemlərinə əgər diqqətli yanaşsaz və çoxlu praktik edəsəz, görəcəksiniz ki, say sistemi elə də çətin bir mövzu deyil. İndi içinizdə bu mövzudan çətinlik çəkənlər ola bilər. Əvvəlcədən işləyib də başa düşməyənlər. Belə də çətin bir mövzu deyil. Üzərinə geçsəz, bol-bol praktikalar etsəz, test toplusunu işləsəz və əlavə materiallar da işləsəz, say sistemləri haqqında demək olar ki, çox böyük bir hissəni öyrənəcəksiniz. Hətta hamısını öyrənəcəksiniz. Daha da getsəz, hamısını da təbii ki, öyrənəcəksiniz. Fərqli tip, çətin tipli məsələlər də işləyəndən sonra. Və onluq say sistemində olan proseslər nələrdirsə, digər say sistemlərində də 8-likdə, 2-likdə, 16-lıqda da eyni proseslərdir. Eyni qaydada toplama da eyni formada həyata keçirilir, vurma da, çıxılma da, aralarındakı olan çevrilmə əməliyyatları da bir növ eyni məntiqə dayalıdır. Sadəcə olaraq burada fərq nədən ibarətdir? Onluq say sistemindəki rəqəmlərin sayı digər say sistemlərdəki olan rəqəmlərin sayından fərqlidir. 2-likdə fərqlidir. 2 dənə rəqəm var. 8-likdə 8 dənə rəqəm var. 16-lıqda 16 dənə rəqəm var. Ona görə belə
aradakı bir fərq yaranır. Biz aradakı bu fərqi bilsək ki, onluq say sisteminin əsası üzərində necə aparırıq toplama, çıxmanı və ya vurmanı, eyni məntiqi 16-lıqda, 8-likdə və 2-likdə də çevirərək eləmək mümkündür. İndi onluq say sistemində bu şəkildə rəqəmlərdən ibarətdir. Üzərində də hətta yazaq bir kənarda, burada yazaq elə. Deyək ki, onluq. Bu onluq say sisteminə aiddir. Gəlib indi baxırıq nəyə? Digər say sisteminə. Digər say sistemimiz olsun ikilik say sistemi. İkilik say sistemi bizim kompüterlərin başa düşdüyü dildir. Çünki kompüterlər adı üstündə ikilik ədədlər, rəqəmlərdən ibarətdir ki, ancaq ikilik hissəni başa düşmə ixtiyarı var. Çünki kompüterin özünə məntiqlə baxsaz nədir? Əmrlər ardıcıllıqda müəyyən bir komandalar verilir ki, o əmrləri yerinə yetirir. İnformatika kitabında belə bir məsələ də vardı hətta. İndi şəklini çox yaxşı çəkə bilməyəcəm. Belə bir şeydir də. Lampadır, məsələn. Bu lampanın yanan vəziyyətidir. Bir də lampanın yanmayan bir vəziyyətidir. Bu birinci yanan vəziyyət olsun, yanan. Bu da yanmayan. Burada nə olur? Lampa ya yanır, ya da yanmır. Yəni iki dənə ehtimal var. Əgər lampa yanırsa, bir qiymət alacaq. Yanırsa əgər bir qiymət alacaq. Yanmırsa 0 qiymət alacaq. Bu bir növ indi gələcəkdə Python mövzusuna keçəndə başa düşərsiniz. Yanan məsələsində true verir bizə. True, yəni doğru deməkdir. True. Yanmayanda isə false verir, yəni yanlış deməkdir. Məsələn, buradakı ardıcıllıqlar hamısı buradan gəlir. Bunların mahiyyətini başa düşsəz, anlayacaqsınız ki, həqiqətən bunların ardıcıllığı elə bir-birlərinə zəncirvari bağlı mövzulardır. Sadəcə informatika kitabında hamısı belə ayırıblar, say sistemləri, proqramlaşdırma və s. mövzulara ayırıblar. Ancaq məntiqlə düşünəndə, biraz da araşdıranda görürsünüz ki, aralarında çox böyük bir əlaqə var. Çünki insanlar baxıblar lampanın yanıb-yanmamağını kompüterlərə xarakterizə ediblər. Necə ki, bir rəvayət var ki, qartala mı baxıblar, yoxsa hansısa quş növünə baxıblar, oradan təyyarəni ixtira ediblər. Bu da belədir. Yəni, insanlara bir motivasiya olub bu və onunla da kompüter inkişafları, kompüter texnologiyası inkişafı bu qədər mərhələyə gəlib çatıb. İkilik say sistemi də kompüterlərin başa düşdüyü dildir. İkilik say sistemində 2 dənə rəqəm var. 0 və 1. Ya 0 olacaq, ya 1 olacaq. Ya yanır, ya yanmır. Ya true, ya false. Belə də adlandırmaq olar. Və burada bu say sistemi 2 dənə rəqəmdən ibarətdir. Buna da yazaq ikilik say sistemi. İkilik. Və kompüterlərin başa düşdüyü bir dil var idi. Elşad. Nə idi o? Biz deyirdik, informasiya proseslərinə keçmişdik. Biri var analog informasiya, biri də var nə? Bəli, rəqəmsal informasiya. Rəqəmsal informasiyanı da bu ikilik kodlar vasitəsilə qəbul edir. Və hər bir ikilik kodda, ikilik rəqəmdə yaddaşda bir bit yer tutur. Bunu sizinlə toplu məsələlərində baxmışdıq. Bu da 0-ın özü də bir bit yer tutur, 1-in özü də bir bit yer tutur. Deməli, sadəcə 0-1 yazmaqla biz 2 bit informasiyaya əldə etmiş oluruq. Sonra baxırıq hansına? 8-lik say sisteminə, 2-liyə baxdıq, 10-luğa baxdıq, 8-lik say sisteminə baxaq. 8-lik say sistemində nələr olacaq? Hansı simvollar olacaq? 0, 1, 2, 3, 4, 5, 6 və 7. Heç vaxt say sisteminin əsası neçədirsə, son rəqəm o əsasa gəlib çatmır. O əsasdan həmişə n-1 vaid aşağı olur. Yəni 1 vaid aşağı olur. Belə də demək olar. Əgər say sistemi n-in yerinə 8 qoysa, 8-lik say sistemidirsə, 8 çıx 1,
Deməli, bunun ən böyük qiyməti də 7 olacaq. Onluq say sistemidir. 10 çıx 1. Olacaq ən böyük qiyməti 9. Ondan böyüyü ola bilməz. Burada da deməli 8'lik say sistemində 8 dənə rəqəmdən ibarət olur. Yazaq qarşısına 8'lik say sistemi. 8'lik. Sonra 16'lıq say sisteminə baxaq. 16'lıq say sistemində 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Baxın, 9'a qədər eyni gəlir. 9'a qədər problem yoxdur. 9'dan sonraki 10, 11, 12, 13, 14 və 15 rəqəmləri olmalıdır. Çünki 16 say sisteminin əsası neçədir? 16'dır. 16 çıx 1. O da edəcək 15. Deməli, ən böyük rəqəmi hansı olmalıdır? Ən böyük simvolu 15 olmalıdır. Və ondan başlayaraq 15'ə qədər olan ədədləri isə, qiymətləri isə bizim əlifbanın hərfləri ilə işarə etməliyik. Onun yerində olacaq əlifbanın böyük A hərfi. 11'in yerinə B hərfi. 12'nin yerinə C. 13 olacaq D. 14 olacaq Y. 15 olacaq F hərfi. Qarşısında da yazaq hətta. Bu olacaq 10, 11, 12, 13, 14, 15. Bu şəkildə işarələyirik. Bu da demək nəyə aiddir? 16'lıq say sisteminə aiddir. Lıq say sisteminə aiddir. Aha. Bunu da belə qeyd elədik. Say sisteminin əsası nədir? Say sisteminin əsası da elə bayaqdan deyirik. Əgər hansı say sisteminin adı çəkilirsə, o say sisteminin əsasıdır. İkilik say sistemindən söhbət gedirsə, əsası 2'dir. 8'lik say sistemi isə əsası 8'dir. 10'luqda əsası 10'dur. 16'lıq say sisteminin əsası isə 16'dır. Birinci işimiz bitdi. Say sistemləri nədir? Nə üçün istifadə olunur? Bunların izahını dedik. Ümumiyyətlə, bizim keçəcəyimiz burada 4 dənə say sistemi var ki, o say sistemlərini hansı simvollardan ibarətdir, neçə dənə simvolu var, əsasları nələrdən ibarətdir ki, hamısından danışdıq. İndi keçmək lazımdır nəyə? Say sistemlərinin çevrilməsi. Say sistemlərinin çevrilməsi nədir? Yazaq bura 2. Say sistemlərinin çevrilməsi bir say sistemindən digər say sisteminə keçmək zamanı, keçid zamanı istifadə etdiyimiz prosesdir. Və hər bir say sistemindən başqa bir say sisteminə keçəndə biz nə edirik? Müxtəlif əməliyyatlar var ki, onları etmək lazımdır. Məsələn, yazaq nə? Onluq say sistemindən digər say sisteminə keçid edək. Onluqdan keçək ikiliyə. Gəlin bunu fərqli rənglə yazaq hətta. Onluqdan keçək ikiliyə. Onluqdan keçək 8'liyə. Onluqdan bir də keçid edək neçəliyə? 16'lığa. Görək bu say sistemləri arasında keçiddə biz nədən istifadə etməliyik? Baxırıq. Onluq say sistemindən keçirik isə ikilik say sisteminə. Ümumiyyətlə, onluq say sistemindən digər say sistemindən keçəndə biz bölmə əməliyyatından getmək olar. Bir üsul budur. Belə keçid etmək mümkündür. Məsələn, onluqdan keçirik isə ikilik say sisteminə. Deyək ki, bir dənə n ədədi olsun. Bir ədəd qoymayacağım, belə bir n ədəd deyəcəm. N ədədi. Bu n ədədi onluq say sistemindədir. Əgər ayağında 10 yazılırsa, bu artıq onun əsasını göstərir ki, bu onluq say sistemində göstərir. Bundan biz ikiliyə keçəndə
Deməli, ikiliyə keçəndə onluq say sistemindən x2 yazaq. Belə bölmə əməliyyatına getmək olar. Bunu 2-2 bölürük. 2-2 bölürük. Baxın, bu şəkildə 2-2 bölürsünüz. Bu tərəflərə normal qayda ilə qalıqlar yazılacaq. İfadənin sonuna. Burada əgər bir dənə s qiyməti alındısa, məsələn, çıxılsın, qalıq ya 0 qalacaq, ya 1. Məsələn, 0 qaldı. Burada bölmə etdiniz. Cavab, məsələn, 1 ilə bitdi. Sondan başlayırıq başdakı qalığa qədər birləşdirməyə. Və alınmış qiymət ikilik say sisteminə çevrilir. Məsəl üçün, yazaq nə? 18 olsun. 18 olsun onluq say sistemində. Bunu çevirmək lazımdır ikilik say sistemində. Bu zaman necə etmək lazımdır? 18-i bölürük 2-yə gedəyik. 18-i bölək 2-yə. Qalacaq neçə? 9. 9-u 2-yə vuranda. Qalacaq neçə? 18. 18-dən 18 çıxdıq. Qalıq neçə düşdü? 0. 9. 9-u bölürük 2-yə. Neçə qalır? 4 qalır. 4-ü 2-yə vurduq. Qaldı 8. 9-dan 8-i çıxdıq. 1. Qalıq neçə düşdü? 1. 4-ü eyni qayda ilə bölürük 2-yə. 4-ü 2-yə böldük. Qaldı 2. 2 dəfə 2. 4. Qalıq neçə düşdü? 0. 2-ni 2-yə bölürük. Qaldı 1. 1-i 2-yə vurduq. 2. Çıxanda da qalıq 0. Və başlayırıq ən sonda aldığımız qiymət. Ən sonda aldığımız qiymət böyük ehtimal ki, ya 1 alınacaq, 0 nadir halda alınır da. Bu hala gələnə qədər, əgər 2-yə bölünmürsə, 2-yə bölünməyənə qədər. Biz başlayırıq son cavabdan, son cavab haradırsa. Baxın, sona qədər, sonuncu qalığa qədər birləşdirməyə və tərsdən birləşdiririk. Deməli, 18-in ikilik say sisteminə çevrilməsindən nə alınır? 18 onluq say sisteminə ikiliyə çevirəndə alınacaq nə? Yazırıq bura. Baxın, birinci nə var burada? 1 var. Cavab 1 ilə başlayıb. Yazırıq 1-i sol tərəfə. Sonra ardıcıl gedirik ilk qalığa qədər. İlk qalıq da baxın buradır. Biz bura qədər bu ardıcılla getməliyik. Növbəti olacaq 0. 0 yenə. 1 və bir də 0. Deməli, 18-in onluq say sistemindən ikilik say sisteminə çevrilməsi zamanı biz nə aldıq? 1, 0, 0, 1, 0 ikilik ədəd almış oluruq. Bu onluqdan ikiliyə çevirmə prosesi idi. Bəs onluqdan digər say sisteminə çevirəndə nə edirik? Eyni qayda. Eyni qayda. Heç bir dəyişiklik yoxdur. Yenə onluq say sistemində olan bir qiymət olsun. Bunu keçirdirik, məsəl üçün 8-lik say sisteminə. 8-liyə də keçirdəndə eyni formada onluq say sisteminə olan ədədi bölməliyik 8-ə. 8-ə bölürük. Məsələn, cavab burada 1 düşdü. Burada s düşdü. 1-i 8-ə vurduq, s1 qiymət alındı. Qalıq oldu 0. Nəticədə bunlar yenə birləşir. Son cavabdan birləşir ilk qalığa qədər. Birləşməsindən 8-lik say sistemində alınan qiymət alınmış olur. Məsələn, 18 ədədini, onluq say sistemində olan ədədini biz 8-liyə çevirək. 8-liyə çevirəndə nə alınacaq? Gəlib verilmiş ədədi 8-ə bölmək lazımdır. 8-ə bölək. 18-i 8-ə bölürük. Tam hissəsi 2. 2-ni 8-ə vurduq. 16. 18 çıx. 16. Qalıq neçədir? 2. Görürük. Baxın, burada da 2 alındı. Artıq 2 8-ə bölünmür. Son cavab var ha. 2. 8-ə bölünmür. Əgər verilmiş say sisteminə çeviririksə, 2-liyə, 8-liyə, 16-lığa, onluq say sistemindən. Gəlib baxırsınız son cavaba. Son cavab əgər bölünmürsə, artıq verilmiş əsasdır. Deməli, orada ifadə dayanmalıdır. Burada görürük ki, 2-dir. 8-liyə çeviririk də. 2 artıq 8-ə bölünməyəcək. Son cavab. Deməli, buradan birləşdirməliyik ilk qalığa qədər olan hissəyə. Hansılar olacaq? 2 olacaq. Son qalıq, ilk qalıq da burada. 2, 2. Birləşməsindən biz deyirik ki, 18 onluq say sistemindən. Bunun 8-lik say sistemində çevrilməsindən alınan cavab olacaq 2, 2. 2, 2. Adlandırda 22 adlandırmayın. Adlandıranda da belə səssizcə adlandırın 22 desəz əgər.
heç kəs eşitməsin. Çünki yanlış olar belə. 2 deyirik 8-lik say sistemində. Çünki 22 deyəndə onluq say sistemində oxuyur ədəd kimi. Cavabımızı bu şəkildə aldıq. Növbəti onluq say sistemindən çeviririk hara? 16-lıq say sisteminə. 16-lıq say sisteminə çevirmə zamanı eyni qayda. Məsələn, eyni ədəd dedik. Bunu çeviririk, bölürük 16-ya. 1 alındı, vurduq 16 alındı. Qəsər qalıq oldu 1. Eyni formada son cavabdan ilk qalığa qədər birləşdiririk. Gəlin 18 ədədini çevirək 16-lıq say sisteminə. X16. Görək 16-lıq say sisteminə cavab nədir? Çevirmə əməliyyatı zamanı 18-i bölməliyik. Təbii ki, 16-ya. 16-ya böləndə cavabda düşür neçə? 1 düşür. 1 vur 16. Oldu 16. Qalıq neçədir? 2. Artıq 1 16-ya bölünürmü? Xeyr, bölünmür. Deməli, burada dayanmalıyıq. Buradan başlayırıq prosesi əksinə aparmağa. İlk qalığa qədər olan hissəyə qədər. Baxın, 1 ilə 2-nin birləşməsindən cavab neçə alınacaq? 18. Deməli, onluq say sistemindədir. Bunun 16-lıqda qarşılığı nədir? 16-lıqda qarşılığı 1-2 ədədidir. 1-2 ədədini bu şəkildə aldıq. Bu belə. Bir də belə də çevirmək olar. Belə də çevirmək olar. Əgər bu qiymətlər, belə deyək, balaca olarsa, 18 kimi, 100 kimi, 200 kimi qiymətlər alınarsa, yəni balaca qiymətlər alınarsa, effektivdir də. Amma sizə desə ki, gəl mənim üçün çevir 2050-ni. 2050-ni onluq say sistemindədir. Bunu çevir mənim üçün ikilik say sisteminə. Görürsünüz də, 2050-ni mən ikilik say sisteminə çevirəm. Niyə axı özümü yorum 2-yə bölə-bölə gedim? 2050-ni 2-yə böləndə hardasa bir 8-9 dəfə bölməliyəm. Bunun rahat yolu var. Təbii ki, bu yolda, bu birinci yoldur. Belə bölməklə getmək. 2-liyə çevirirsəz, 2-yə bölə-bölə getməliyik. 8-liyə çevirirsə, 8-ə bölə-bölə. 16-lıya da çevirəndə 16-ya bölə-bölə sona qədər, sadə qiymət alınana qədər bölməliyik. Ta ki, verilmiş əsasa artıq bölünməsin cavab. Amma böyük qiymətlər alınanda belə etmək olmaz. Onun yerinə belə eləyin. 2050-dir uşaqlar. 2050-ni onluq say sistemindən 2-liyə çeviririksə, bunu ikilik say sistemi deyirsinizsə, ikilik say sisteminin əsası neçədir? 2. İndi bura diqqətlə qulaq asın. Sizə bir metod öyrədəcəm ki, bu çox işinizə yarayacaq. Test toplusu olsun, sınaqlar olsun, kitablar olsun. Bunun əsasında da suallar var, məntiqi suallar var ki, bu yolu bilsəz, daha sürətli həll edərsiniz. İkilik say sistemidir. İkilik say sisteminin o dəqiqə əsasını yadınıza salırsınız. Neçədir? 2-dir əsası. 2-dir. 2 nə deməkdir? 2 üstü 1 deməkdir, düzdürmü? 2, 2 üstü 1 deməkdir. 2 üstü 1, 2 eləyir. Əla. Hətta bərabər eləyək 2-yə. Deməli, mən ikilik say sistemidirsə və əsası 2-dirsə, 2 üstü 1-dirsə qiymət, 2050-ni 2-nin qüvvəti şəklində göstərməliyəm. 2050-də birbaşa 2-nin qüvvəti şəklində göstərilmir. Çünki heç bir ədəd 2 üstü neçəsə 2050 eləmir. Demək, mən bunu maksimal fikirləşməliyim ki, 2050-yə 2-nin qüvvəti olan hansı ədəd yaxındır? Ən yaxını hansıdır? Ən böyüyü hansıdır? Hansıdır? 2048-dir də. 2048 2050-yə ən yaxın 2-nin qüvvətidir. Bəs 2048-in üstünə 2048-in üstünə neçə gələndə 2050 eləyir? 2 gələndə 2050 eləyir. Təbii ki, bu ədədlər görə fərqlənə bilər. Elə ədəd ola bilər ki, siz daha çox toplama əməliyyatı aparmalısınız. Həmişə maksimal düşünəcəksiniz. Əsas məsələ budur. Həmişə maksimal. Verilmiş ədədə ən yaxın 2 üstü ədəd hansıdır? Bu məntiqlə düşünüb getməlisiniz. Elə də böyük məntiq deyil, sadə bir riyazidir də. Elə bir çətin məsələ deyil əslində burada. 2050 ən yaxın buna 2-nin qüvvəti hansı ədəddir? 2048-dir. Bəs 2048-dirsə 2050-dən söhbət gedir. 2050-nin yaranması üçün yerdə nə qədər ədəd qaldı? Neçə vahid qaldı ki, mən üzərinə gəlməliyəm 2050 eləsin?
Deməli 2048-in üstünə 2 gəlməliyəm ki, 2050 eləsin. Əla. Bu şəkildə yazdım. Və başlayırsınız bərabər eləyə bilərsiniz. Belə çeviririk də bunu ikilik say sisteminə. 2048 nə deməkdir? 2 üstü 10 deməkdir. Super. 2 üstü 11 deməkdir. Üzr istəyirəm. 1024 2 üstü 10'dur. 2048 də nə oldu? 2 üstü 11. 2 üstü 11'dir 2048. Super. Bəs 2 nə deməkdir? 2'ni də gətirib yazırsınız. Tənbəllik eləməyin. Yazmaq lazımdır. 2 də nə deməkdir? 2 üstü 1 deməkdir. 2 üstü 1 deməkdir. 2 də deməli 2 üstü 1 deməkdir. Yazdıq bu şəkildə. Və başlayırsınız belə adlandırmağa. Biz informasiyanın ölçü vahidlərindən danışanda sizə demişdim ki, ikilik say sistemində əgər üstü qüvvət 11-dirsə, deməli bu 12 rəqəmliymiş. 12 rəqəmliymiş. Niyə? Həmişə ən böyük qüvvət neçədirsə, ən böyük qüvvət burada 11-dir də, düzdürmü? Demək bizim ədədimiz, ikilik say sistemində olan ədədimizin rəqəmlərin tapanda bir vahid üstü qüvvəti artırmaq lazımdır. 11 rəqəmlidir, yazırsınız 11 üstəgəl 1. Bir vahid artırırsınız. Cavab elədi 12, deməli bu 12 rəqəmliymiş. Və 12 rəqəmliymişsə, demək 12-ci rəqəm sıfırdan başlayaraq 12 dənə burada rəqəm olacaq. 12 dənə ümumi rəqəm olacaq. 12-ci rəqəm, baxırsınız 12-ci rəqəmin yerinə mən 1 qoyum, yoxsa 0 qoyum. Çünki ikilik say sistemdə biz nə demişik? 1-dən ibarətdir və 0-dan ibarətdir. Biri var 1-dən, biri var 0-dan. Hansının üstündə indeks varsa, deməli verilmiş indeksdir. İndeksin yerinə 1 qoyursunuz. Hansında yoxdursa ora 0 qoyursunuz. Baxın, 2 üstü 11. 11'dir və bu hansıdır? 12-ci rəqəmdir. 12-ci rəqəmdir. Demək, burada varsa, həmin yerə 1 qoymaq lazımdır. Qoyuruq 1'i. Deməli var. 2 üstü 11 göstərilib. Niyə bu belə alınır? İndi bunu izah edəcəm. Hələ ki bunu deyim. İndi baxırsınız 10-cu indeks. 11-ci indeks var. 11-ci indeks 2 üstü 11 kimi göstərilib. Ona görə 1 qoyuruq. 10-cu indeks varmı burada? Yoxdur. Görürsünüz də heç birində 2 üstü 10 yazılmayıb. 2 üstü 11 üstə 2 üstü 1'dir. Hansı yoxdursa, olmayanların yerinə 0 qoyub davam edirsiniz. 2 üstü 10 yoxdur. 10-cu indeksin yerinə 0. 9-cu indeks var. O da yoxdur. 0. 8-ci indeks yoxdur. 0. 7-ci indeks o da yoxdur. 0. 6-cı indeks o da yoxdur. 5-ci indeks yoxdur. 4-cü indeks yoxdur. Biraz da yer açaq burada bir balaca. Deməli, nə dedik? 11-ci indeks yox var, yerinə 1 qoyduq. 10 yoxdur, 9 yoxdur. Hətta gəlin işarəliyə üzərində də. 11-ci indeks var. Ona görə 0, 1 qoyduq. 10-cu indeks yoxdur, 0. 9-cu indeks yoxdur, 8 yoxdur. 7 yoxdur, 6 yoxdur. 5 yoxdur, 4 yoxdur. Davam edirik sona qədər. 4-cü indeks yoxdur, 0. 3-cü indeks yoxdur, 0. 2-ci indeks var, o da yoxdur, 0. Baxırıq, 1-ci indeks varmı? Bəli, var. Baxın, 2 üstü 1 göstərilir. Varsa yerinə 1 qoyuruq. Və bir də 0-cı indeks. Çünki biz indeks deyəndə Python keçəndə də daha yaxşı başa düşəcəksiniz. Keçənlər də var burada. Qrupumuzda Python mövzusunu bilənlər var aranızda. Pythonda biz neçədən başlayırıq? 0-dan başlayırıq indeksləmə. Burada say sistemləri indekslərinə 0-dan başlayırıq. Ona görə 0-cı indeksə də baxırıq. 2 üstü 0 varmı burada? Yoxdur. 2 üstü 11'dir, 2 üstü 1'dir. Deməli, onun da yerinə 0 yazmaq. Yoxdursa demək 0 yazmaq. İndeksləyək başında 4, 3, 2, 1, 0. 6 deməli bizim ədədimiz bu. Deməli, bizim 2050 ədədimiz onluq say sistemində verilmiş 2050 ədədinin 16 ikilik say sisteminə qarşılığı budur. Təbii ki, riyaziyyatdan aşinayıq ki, əgər ən başda sıfırlar olsaydı silərdik. Burada sıfırlar zaten yoxdur. Ədədimiz nə alınacaq? 1 olacaq. 1, 0, 0, 0, 1, 2, 3, 4, 5, 4, 5, 3, 4, 5, 6, 7, 8, 9, 2, 3, 4, 5, 6, 7, 8, 9, 1, 0. Demək 2050-nin
İkilik say sisteminə qarşılığı nə imiş? Baxın buymuş. Bu ədədiymiş. Bunu mən indi bölsəydim, çox böyük bir vaxt aparardı. Tez-tez də bölünmək olar, amma indi texniki səhv olar, gözünüzdən qaçar. Böyük ədədlərdə ümumiyyətlə faydalı deyil belə getmək. Ən yaxşı üsullardan biri də budur. Biz aldıq ki, demək 2050-nin qarşılığı buymuş. Bu şəkildə müəyyənləşdir. Bəs niyə? Belə bir sual yarana bilər sizdə ki, müəllim, bəs niyə olur axı? Mən 2 üstü 11 demişəm də, 2 üstü 11 üstəgəl 2 üstü 1. Niyə axı üstü indeks olanlara mən 1 qoyuram, olmayanlara 0 qoyuram? Bu hardan gəlir də? Bunun məntiqi nədir? Mənasızdır axı bu deyərsiniz. Mənasız deyil. Niyə mənasız deyil? Siz riyaziyyatdan yazırsınız da belə. Müəllim deyir ki, yazın oraya x üstəgəl 3y. Yazırsınız da belə bir dənə tənlik məsəl üçün. İndi boş bir tənlik idi. Yazdım belə. Deyirsiniz ki, x üstəgəl 3y. Düzdürmü? Yazırsınız. Bu x-in qarşısında gizlənən bir yoxdur. Var da. X özü-özünə orada qalmır ki, bunun qarşısına həmişə 1 vurulsun x olur. Üstəgəl 3 vurulsun 1 vurulsun y olur. Deyirlər, belə situasiyalar yaranır ki, məsələni həll edirsiniz, cavab alırsınız 1, 2x, məsələn 1x. Siz heç vaxt x-in qabağına 1 vurulsun x yazmırsınız. Çünki o 1-in mənası olmur. O həmişə olsa da orada olar, olmasa da olar. Olsa təbii çirkin görsənir. Riyaziyyat qaydalarını pozur bir növ. Oxunuş qaydasında problemdir. Biri heç kəs ora yazmır. Ona görə ki, burada gizlənir bu. Biri nəyə vursaq elə cavab eyni qalır. Burada da belədir. Bu 2 üstü 11-in də qarşısında gizlənən bir dənə 1 var. Baxın qarşısında. 1 vurulsun 2 üstü 11. 2 üstü 1-in də qarşısında gizlənən bir dənə 1 var. 1 vurulsun 2 üstü 1. Və biz demişik ki, ikilik say sistemində olan ədədlər, ümumiyyətlə ikilik say sisteminin simvolları 1-dən və 0-dan təşkil olunub. Və deməli, buradan nə məntiqi başa düşürük? Başa düşürük ki, bu 1 əslində buradakı gizlənən 1-dir. Ona görə biz əgər 2 üstü 11, 2 üstü 1 hansı indekslər varsa, deyirik ki, onun yerinə 1 yaz. Hansılar yoxdursa onun yerinə 0 yaz. 0 da zaten false deyil. Ən başda danışmışdıq da false true qaydaları. True ingiliscə doğru deməkdir, false yanlış deməkdir. Demək, yanlışsa yoxdur, onun yerinə 0 yazmaq lazımdır. Bu da ən yaxşı üsullardan biridir. İndi belə bir vəziyyət də yarana bilərdi. Gəlin 2048-in yerinə birini də göstəreyim. Olardı neçə? 2060 olsun. 2060 onluq ədədidir. Bunu çevirərsiniz ikilik say sisteminə. Necə çevirmək lazımdır? 2060-ı öncə göstərək görüm. Ən yaxın hansı ikilik qüvvəti şəklində göstərmək olar? Təbii ki, 2048. Ən yaxın, ən böyük 2048-dir. Ən kiçiyi götürmürsünüz. Ən böyüyü götürürsünüz. Ən böyük 2048-dir. 2048-in üzərini neçə gələndə 2060 eləyir. Fikirləşirik, 12 gələndə 2060 eləyir. Amma 12-ni birbaşa yazmırıq. Çünki bizim əsas məqsədimiz nədir? 2-nin qüvvəti şəklində göstərmək, ifadə eləmək. Biz fikirləşirik. Nə yaza bilərik bura? Ən böyük nə yazmaq olar? Təbii ki, 8 yazmaq olar. 12-nin içərisində ən böyük olacaq 8. Yazaq 8. 2048-in üstünə gəlirik 8-i. Olur neçə? 2056. 2048 üstəgəl 8 oldu 2056. 2056-nın üzərinə neçə gələndə 2060 eləyir? 4 gələndə. Və 4-ün özü birbaşa ilə 2-nin qüvvəti şəklində göstərilir də 2 üstü 2 deməkdir. Deməli 4-ü yaza bilərəm. Bəli, problem yoxdur. 4-ü yazmaq olar. Yazıram bura 4. İndi gəlirik eyni formada bunu adlandırmağa. Gəlib adlandıraq. 2048 nə deməkdir? 2 üstü 11 deməkdir. Üstəgəl 8 nə deməkdir? 8 2 üstü 3 deməkdir. Üstəgəl 4 deməkdir. 2 üstü nə deməkdir? 2 üstü 2 deməkdir. Əla. 2 üstü 11. Deməli 11-ci indeksin yanında burada həmişə gizlənən bir dənə 1 var. Həmişə baxın ki, burada gizlənən bir dənə 1 var. Bunu yadınızda saxlayın. Deməli hansılar göstərilirsə onun yerinə 1 yazacağam. 11-ci indeksin yerinə 1 yazıram. 10-cu indeks var, yoxdur. Deməli 10 yoxdur, 9 yoxdur, 8, 7, 6, 5, 4. 4 də yoxdur. 3 varmı? Baxırıq, bəli də var. Burada 3. 3 varsa, 2 üstü 3 varsa bunun qarşısında bir gizlənən 1 var.
Deməli 1 yazmaq olar. 2 varmı? Bəli, 2 də var. Yazırıq 1. 1 varmı? Yoxdur, 1 yoxdur. 0-cı indeks varmı? 0-cı indeks də yoxdur. Deməli, verilmiş ədədimizin 2060 ədədinin ikili sıra sisteminə çevrilməsinə nə alındı? Belə bir qiymət alındı. Bunu asanlıqla biz müəyyənləşdirdik. Sürətli üsuldur, avantajlı üsuldur. Bir qədər də praktik eləsəz daha yaxşı əliniz öyrəşəcək buna. İndi keçək nəyə? Dedik. İkili say sisteminə çevirdik onluq say sistemini. Bir də var 8-li say sisteminə çevirmək. Gəlin bunu da deyək. 8-li say sisteminə çevirmək. Məsələn. Nə deyək? İkili say sistemində olan 18 ədədini çevirdik 8-li say sisteminə. Böldük də bölmə üsuluna. Amma yenə elə bir ədəd alınır ki, böyük bir ədəd. Mən bunu hər dəfə deyib 8-ə bölüm alım. Bu problemdir də. Həm vaxt itirik, həm texniki səhv olar. İmtahan vəziyyəti olar. Elə bir sual düşər ki, əməliyyat aparmalısınız. Təbii ki, imtahanda açıq-aşkar verilmir. Çox verilmir ki, çevir bunu 8-li say. Amma biz ondan niyə öyrənirik? Riyaziyyatda necə ki, öyrənirsiniz, məsələn, müxtəsər vurma düsturunu, gedib müxtəsərə aid %100 sual düşmür. Bir dənə məsələ düşür. Məsələnin içərisində müxtəsər vurma düsturundan istifadə edirsiniz. Aha, deməli müxtəsəri verirəm ki, orada istifadə edirəm. Bu da belədir. Artıq informatikada da elədir ki, sualları bir qədər çətinləşdiriblər. Siz say sistemlərini bilirsiniz, məsələnin içərisində onu yerinə yetirməlisiniz. İndi böyük bir ədəd ola bilər ki, onu 8-li say sisteminə çevirməlisiniz, onluq say sisteminə. Amma burada nə olur? Bölmə əməliyyatı o qədər də effektiv deyil. Yenə belə bir sadə qaydanı bilməliyik. Birinci ikiliyə çevirəcəyik. Sonra da oradan 8-liyə alacağıq. Baxın, birinci ikiliyə çevirmək lazımdır. Oradan 8-liyə almalıyıq. Bir dənə qiymət yazaq. 200 neçə deyək? 270 deyək məsələn. Deyək də, olar da 270. Fərqi yoxdur. 270 onluq say sistemindədir. Tələb eləyir ki, bunu 8-liyə çevir. Bunu bir bölə bilərəm, 8-ə bölə. Amma bunun yerinə daha böyük bir qiymət olar. 8-ə bölmək effektiv olmaz. Vaxt aparar, problem yaradar. Nə edərəm? 270-i parçalayaram 2-nin qüvvətlərinə. Öncə baxın, parçalayırsa 2-nin qüvvətlərinə. 2-nin qüvvətləri yenə 270-ə ən yaxın 2-nin qüvvəti hansı imiş? Təbii ki, 256 olacaq. Elə deyilmi? Ən yaxın 256 olmuş olur. Yazaram bura 256. Əla. 256-nın üzərinə neçə gələndə 270 alınır? 14. 14 gələndə 270 alınır. 14 gəlməliyəm. Birbaşa 14 yazmayacağam. Çünki 14-ün özü 2-nin qüvvəti şəklində göstərilir. 14-ə yaxın ən böyük 2-nin qüvvəti hansıdır? 8-dir. 8-in özüdür. Yazıram nə? 8. Əla. Üstə gəl. İndi baxırıq bura. Nə var burada? 256 üstə gəl 8. Yerdə nə qaldı? 6 vaid qaldı da. 6 da gəlsəm eləyəcək 270. 256 üstə gəl 8. Üstə gəl 6. Üstə gəl 6 eləyəcək mənim üçün neçə? 270-i verəcək. Bir də üstünə gəlməliyəm. 6 gəlməyəcəm. 6-nı da parçalayacam 4-ə. 4 plus 2-yə. Çünki 4 də 2-nin qüvvəti şəklində göstərilir. 2 də. 4 nə deməkdir? 2 üstü 2-dir. Yazaram burayla 4. Bir də 2. 256-nın üstünə 8 gəlirəm. Eləyir. 264. Üstünə 4 gəlirəm. 268. Üstə gəl 2. Elədi 270. Super. Verilmiş qiymətləri çevirək 2-nin qüvvəti şəklində. Gəlin çevirin 2-nin qüvvəti şəklində. 256 nə deməkdir? 2 üstü 8 deməkdir. Üstə gəl. 8 nə deməkdir? 8 2-nin kubu deməkdir. 4 nədir? 2 üstü 2 deməkdir. 2 nə deməkdir? 2 üstü 1 deməkdir. Əgər 1 olsaydı 2 üstü 0 yazardınız. Baxın, burada 1 olsaydı 2-nin əvəzinə yadda saxlayın. 2 üstü 0 yazardınız. Deməyin ki, 1-dir bu. Bəs burada nə olacaq? Elə 2 saat düşünüb vaxt girməyin. 1-dirsə 2 üstü 0-dır. Çünki istənilən ədədin üstü 0 olanda 1 eləyir.
Aldınız bunu ikiliyin qiymətləri. Bu ikiliyə çevrilmiş formasıdır. Bunu çevirdiniz ikiliyə. İkiliyə çevirdiniz. Yəni 2-nin qüvvətləri şəklini göstərdiniz. Çevirmək lazım buradan da nəyə? 8-liyə. 8-liyi 2-nin qüvvəti şəklinə göstərəndə nə deməkdir? 8 2 üstü 3 deməkdir. 2 üstü 3 8 eləyir. Düzdür? 2-nin kubu 8 eləyir. Verilmiş bunu da 2-nin kubu şəklində ifadə eləmək lazımdır. 2-nin kubu şəklində ifadə eləmək lazımdır. 2 üstü 8. 2 üstü 8-i ifadə eləyin 2-nin kubu şəklində. Oldu nə? 2-nin kubu. Əla. Və yazıram. Nə yazmaq lazımdır? Yazırsınız ki, 2-nin kubudur. 2 üstü 8-ə qədər ən yaxın hansıdır? Çünki niyə belə fikirləşdik? Biz nə demişik? Üstü qüvvətlər nə olur? Əgər əsaslar eynidirsə, bu da 2 üstü 3-dür. Bu da vurulsun 2 üstü 3. Əsaslar eynidirsə, vurma əməliyyatı yerinə yetiriləndə nə baş verir? Verilmiş ədədimiz üstü qüvvətlər toplanmalıdır nəticədə. Üstü qüvvətlər toplanır. Yəni əsaslar sabit qalır. 2 ilə 2 sabit qalır. Üstü qüvvətlər toplanır. 3 üstə gəl 3 olacaq 2 üstü 6. Düzdürmü? Biz burada indi bu hissəyə baxmaq lazımdır. Baxırıq ki, nə var? 2 üstü 8 idi. 2 üstü 8-i mən ifadə eləyirəm. Deməli, 2-nin kubu şəklindəsə, 2-nin kubu şəklindəsə, bunun üstü neçə gələndə 2 üstü 8-ə yaxın bir qiymət alınır? Üstü 2 gələndə. Həqiqətən qüvvət üstü qüvvət nə deməkdir? 2 üstü 3 üstü 2 nə deməkdir? Buradan yazıram baxın. 2 üstü 3 üstü 2 nə deməkdir? 2 üstü 3 vurulsun 2 olacaq 2 üstü 6. Olur 2 üstü 6. Çünki buradan da yazaq. Burada ağdır. Buradan görərsiniz. 2 üstü 3 üstü 2. Nə deməkdir? 2 üstü 3 üstü 2. 2 üstü 3 vurulsun 2. O da bərabərdir. 2 üstü 6 verir mənə. Deməli 2 üstü 8-ə ən yaxın qiyməti tapdım. 2 üstü 6. Əgər qiymət daha böyük olsaydı, təbii ki, ən böyüyü tapmaq lazımdır. Birinci ədədi göstərmək lazımdır 2 üstü 3 şəklində. Çünki 8-liyi say sisteminə çevirdim. 8-liyə çevirəndə 2 üstü 3 şəklində göstərirsiniz. Və qalan yerdə nə qalırsa, 2 üstü 8-ə çatana qədər mən verilmiş 2 üstü 3-ü o qədər də yenidən qüvvətə yüksəltməliyəm. Ən böyük 2 üstü 6 alınacaq. Deməli, bir dəfə də qüvvət üstü qüvvəti eləməliyəm 2. 2 üstü 3 üstü 2. İndi fikirləşin. Məntiqlə fikirləşin də. 2 üstü 3 üstü 2 neçə alındı? Baxın, buradan da yazıram hətta altdan. Bu elədi 2 üstü 6, düzdürmü? Bəs 2 üstü 8 alınması üçün yerdə nə qalıb? Vurulsun 2 üstü 2 qalıb. 2 üstü 6-nı vuranda 2 üstü 2-yə əsaslar eynidirsə üstü qüvvətlər toplanır. Bu dəfə verəcək mənə 2 üstü 8-i. Yerdə nə qalıb? 2 üstü 2. Bu nə deməkdir? Bu da 4 deməkdir. Deməli, mən 4-ü də vursam bunu 2 üstü 8-i verəcək. Bu 4-ü də yazıram harada? 4-ü də yazıram, baxın, qarşısında. Burada. Birbaşa. Əgər çevrilmirsə, yerdə qalan nə varsa, 2-nin qüvvəti şəklində çevrilmirsə, daha doğrusu 2-nin kubu şəklində çevrilmirsə, 2-nin kubundan kiçikdirsə, onu yazıram sol tərəfində. Və davam edirəm. Üstə gəl. Artıq bunun işim bitdi. 2 üstü 3. Bunu çevirəm 2 üstü 3 şəklində. Qalacaq 2 üstü 3. Çünki 8-liyə çevirmək lazımdır eyni qayda ilə. İndi 2 üstü 3. 2 üstü 3-ün alınması üçün qüvvət üstü qüvvət neçə olmalıdır? Təbii ki, 1 olmalıdır. 1 olmalıdır. Niyə? Bilirik də. 2 üstü 3 üstü 1. Neçə verəcək mənə? Qüvvət üstü qüvvət elə 3 vurulsun 1 deməkdir. 3 vurulsun 1. O da eləyəcək 2 üstü 3. Həqiqətən mənə eyni cavabı qaytardı. Mütləq burada indeksi yazın. Bax, bunu yazın. Ha. Deməyin ki, onsuz da eyni cavabdır. Nəyə lazımdır? Bunu yazıb o indeksi müəyyənləşdirəcəksiniz ki, verilmiş rəqəmlər hansı ardıcıllığından düzülməlidir. Hamısı yazmaq lazımdır. Bütün detallar. Belə şifahi bilirsiniz, daha yaxşısınızsa heç yazmayın. Özünüzə güvənirsiniz. Alındı burada 2 üstü 3. 2 üstü 3.
2 üstü 3-ün alınması üçün 2 üstü 3-ü bir də neçəyə vurmaq lazımdır? Təbii ki, 1-ə vurmaq lazımdır. 1-ə vuranda elə 2 üstü 3 qalacaq. Heç nə dəyişmir. Bu 1-i də yazıram ifadənin sol tərəfinə. Sonra üstə gəl. Burada artıq nə alınıb? Nə alınıb? 2 üstü 2 alınıb. Üstə gəl 2 üstü 1 alınıb. 2 üstü 2, üstə gəl 2 üstü 1. 2 üstü 2-nin alınması üçün demək nə alınmalıdır? 2 üstü 2-nin alınması üçün. Deməli yazarıq. Heç nə yazmağa ehtiyac yoxdur burada. Bir dəqiqə. Yazmağa ehtiyac yoxdur. Belə birbaşa getmək olar da. Nədir? 2 üstü 2-dir. 2 üstü 2 axı kiçikdir 2 üstü 3-dən. Bu heç 2 üstü 3 alınmır. 2 üstü 3 alınmır. Əslində biz təqribi qiymət götürmüşük burada, ədəd götürmüşük. Bu tam bizə 270 verməz də, başqa bir ədəd verər. Sizə belə çətinliyə salmayacaq. Mən indi özümdən yazdığım üçün son qiymət 2 dənə fərq görürsünüz, 2 üstü 3-dən aşağı qiymət aldım. Orada test topludan ya da sınaqlarda, imtahanda düşəndə sizə belə qiymət verməyəcək. Daha sadə verəcək. Bundan sadə ədəd verəcək ki, rahat hesablayacaqsınız. Axırda gəlib belə alınmayacaq. İndi mən özümdən yazdım deyə belə alındı. 2 üstü 2-dir. 2 üstü 2. Demək bunun yaranmasında nə istifadə olunub? 2 üstü 2, 2 üstü 3-dən nədir? Kiçikdir də, düzdürmü? Kiçikdirsə mən bunu necə yazaram? Elə 4 kimi yazaram da. 4 kimi yazım, saxlayım. 2 üstü 2-ni 4-ə çevirim. 4 olsun. 4-ü də vuraram neçəyə? 4-ü də vuraram deməli neçəyə? Bir dəqiqə. 2 üstü 3 üstü 0 olsaydı, elə 2 üstü eləyərdi 1. 1 eləyərdi. 1 eləyərdi. 1 vurulsun 4 kimi qalardı. 2 üstü 0. Hə, burada ədəd biraz yaxşı ədəd deyil. 270-ə görə problem yaranır burada. Amma belə göstərmək olar yenə. Bu da olar 8 üstü 0. Çünki 0-cı indeksdə yerləşir. 2 üstü 3. Belə yazın. Belə yazın. Bir dəqiqə. 4 qalsın burada. 4 qalsın ifadənin bu hissəsində. Bu da vurulsun neçəyə? Yazarıq 8 yox. 2 üstü neçə? 2 üstü 3 üstü 0. Üstü 0 kimi yazarıq. Bu da 0-cı indeksdə yerləşir. Digər tərəfə artıq toxunmayacağam. Çünki ədədin özündə 270 olması yaxşı deyil. 270-ə görə bizdə problem yaranır. İndi baxaq. Baxaq nəyə? Burada 2 üstü 3-dür, düzdürmü? 2 üstü 3-ü nə deməkdir? 8 deməkdir, 8. Deməli, burada nə olacaq? Bərabər yazaq, davam edək. Bərabərdir. 2 üstü 3 olacaq 8. 8-in nəyi olacaq? 8-in kvadratı. Çünki qüvvət üstü qüvvətdir. Qüvvət üstü qüvvət olduğuna görə burada olacaq 8. Tamam, əla. Qarşıda nə var idi? 4. 4 də yazılacaq qarşıya. 4 vurulsun. Sonra 2 üstü 3 üstü 1. 2 üstü 3 üstü 1. 2 üstü 3 8 deməkdir. 8 üstü 1 olacaq. Niyə 8 kimi göstərirəm? Çünki söhbət axı 8-in 8-i say sisteminə çevirməkdən gedir axı. 8 kimi göstərmək lazımdır. Olacaq 8 üstü 1. Qarşısında nə yazılıb? Qarşısında 1 yazılıb. Bu da olsun 1. Bu da olsun 1 qarşısında. 1 vurulsun. Daha bir də üstə gəl. Nə var? 8 üstü elə ki 0 olacaq. 8 üstü 0. 2 üstü 3 8 deməli. Olacaq 8 üstü 0. Qarşısında neçə var? Qarşısında 4 var yəni. 4 var. Oldu bu da 4. Deməli, bunu eyni qaydana ikili say sistemini necə ədədi düzəltdik? Burada da eyni formada çeviririk. Eyni əməliyyatı yerinə yetirirsiniz. Baxın, bu 1, bu 2, bu 3. Deməli, ikinci indeksdə nə yazılmalıdır? Qarşısında hansısa o yazılacaq ikinci indeksdə. İkinci indeksdə nə olacaqsa qarşısında da həmin ədəd yazılacaq. Baxın, nə var ikinci indeksin qarşısında? 4 var. Düzdürmü? 4 var. Deməli, burada olacaq 4 ikinci indeksdə. Birinci indeks varmı? Bəli, var. Birinci indeksdə nə yazılıb? Nə yazılıb deməli? 1 yazılıb. Qarşısında 1 var çünki. 1 varsa yazılacaq yenə 1.
Sıfırıncı indeksə baxırıq. Qarşısına nə yazılıb? 4 yazılıb. Deməli 4 yazılıb da bura. Deməli verilmiş bu ədədi çevirəndə biz neçə almış oluruq? 4, 1, 4 almış oluruq. Bu da bunun 8'lik say sistemində qarşılığıdır. Baxın, əsas məntiq budur. Bunu başa düşdünüzsə, siz istənilən ədəd versin sizə. Nə bilim, test toplusunda verir 256 istəgələn nədir? Məsələn deyirəm də 74. Deyir ki, bunu müxtəsər vurma düsturuna uyğun açaraq yazın. Belə suallar var. Eyni qayda müxtəsər vurmanın düsturunu ifadə edirsiniz burada. Sonra verilmiş ədədi çevirirsiniz. Əgər 8-liyə çevirəcəksinizsə, gətirib bu şəklə gətirməlisiniz yekunda. Bu şəklə gətirəndə də adi qayda. Baxın. Ona görə dedim ki, onluq say sistemini başa düşürsünüzsə, normal toplama çıxmanı bilən hər adam bunu başa düşəcək. Elə də çətin deyil. Biraz sadəcə diqqətli olmaq lazım. Mahiyyəti anlamağa çalışmaq lazım. Necə ki, ikilik say sistemi gətirib belə elədik. 2/11, 2/1. Axırda olan indekslərin yerinə 1 qoyduq. Olmayanlara 0. Burada da belə etdik. Sadəcə gətirib 8'lik say sisteminin əsas şəklini göstərmək lazımdır. Sonra qarşılarında neçə varsa, qarşısında neçə var? 4 varsa 4 yazırıq həmin indeksə. 1 varsa 1, neçə varsa neçə yazırıq. Olmayanlar isə 0 yazardıq sadəcə. Məsələn, deyərdik ki, burada birinci indeks olmasaydı əgər, yerinə təbii ki 0 yazardıq. İkilik say sistemində olduğu kimi. Olmayan həmişə false-dur da, yoxdur. Sonra baxaq 16'lıq say sisteminə. 16'lıq say sistemində də dedik ki, ya 16'ya bölüb yaza bilərsiniz, ya da necə yazmaq olar? Eyni bu qayda ilə yazmaq olar. İkiliyə çevirin, sonra oradan 16'lığa çevirin. Bir dənə elə ədəd götürüm ki, gəlib sonda 270 kimi alınmasın da, başqa bir ədəd götürüm. Rəqmini götürürəm, ona görə belə alınır. 286 deyirəm. Burada yenə gəlib qəribə bir qiymət alınacaq sonda. Biraz fərqli bir ədəd götürüm. Nə götürə bilərəm? Məsələn, 256 üstə gəl. Neçə olsa 16'lıq say sistemində göstəririk də. 272 götürmək olar da. Yoxlayaq 272. Məsələn, 272-dir. Bunu 16'lıq 10'luq say sistemindədir. Bu 272. Sizə deyir ki, çevirin 16'lıq say sistemini. Burada təbii ki, bölmə ilə getmək olar. Bu üsulla getmək olar. Necə gedərik bu üsulla yenə? 272-ni çevirərik nəyə? 2'nin qüvvətləri şəklində. 2'nin qüvvətləri şəklində çevirəndə nə qalır burada uşaqlar? 272 nə deməkdir? 256 üstə gəl. Neçə deməkdir? 16 deməkdir də. 256 üstə gəl. 16 bizə verir 272. 256 üstə gəl 16. Və buradan biz belə gedirik. 256 nə deməkdir? 2 üstü 8 deməkdir. 2 üstü 8 deməkdir. 16 nə deməkdir? 2 üstü 4 deməkdir. Əla. Bura qədər ikilik say sisteminə çevirdik. Və növbəti əməliyyatda nə aparmaq lazımdır? Siz əgər 16'lıq say sisteminə çevirirsinizsə, bunun əsası nədir? 16'dır, düzdürmü? 16 bəs 2'nin qüvvəti şəklində necə ifadə olunur? 2 üstü 4 kimi ifadə olunur. 2 üstü 4 verir 16, düzdür? 2 üstü 4 16 verir. Və verilmiş qiymətləri 2 üstü 4'ə getirmək lazımdır. İndi bir-bir baxırıq. 2 üstü 8'in alınması üçün 2 üstü 4'ü neçəyə vurmaq lazımdır? Elə 2 üstü 4'ə vursaq, həqiqətən bizə 2 üstü 8 verər də. 2 üstü 4 vurulsun 2 üstü 4. 2 üstü 8 verər. Yəni bu bir növ nəyə bərabərdir? 2 üstü 4 üstü 2 deməkdir. Düzdürmü? Qüvvət üstü qüvvət şəklində çevirəndə. Deməli bu əməliyyatı biz bu şəkildə sala bilərik. Bunu silək bir sürətlə yarataq. Gəlin çevirək. Bərabərdir. Nə yazırıq? 2 üstü 8'in yerinə yaza bilərəm. 2 üstü 4 üstü 2. 2 üstü 4 üstü 2 elə sizə 2 üstü 8 verildi. Yəni ədəd alındı. 2 üstü 8 alındı. Ona görə qarşısında sadəcə 1'ə vurmaq lazımdır. Çünki 1'ə vuranda elə 2 üstü 4 üstü 8, 2 üstü 8 verəcək sizə. 2 üstü 4 üstü 2 qaldı. Üzr istəyirəm. 2 üstü 4 üstü 2 vurulsun 1, elə 2 üstü 8'ə bərabər olacaq.
Ona görə qarşısına 1 yazırıq. Növbəti üstəgəl yazırıq. Neçə? 2 üstü 4. 2 üstü 4 ilə 2 üstü 4 kimi yazmaq olar da. Nəsə çevirmək üstü qüvvət neçə olacaq? 2 üstü 4 üstü neçə olacaq? Təbii ki, olmalıdır. 1 olmalıdır da 1. 1. Bu da olacaq neçənci indeks? Birinci indeks. 2 üstü 4 üstü 1. Və 2 üstü 4 üstü 1 sizə nə verir? Aşağısında da yazın. 2 üstü 4 nə deməkdir? 2 üstü 4 deməkdir. 2 üstü 4 üstü 2 üstü 0 deməkdir. Bir dəqiqə. 2 üstü 0 yox. 2 üstü 0 yox. 4'ü 0'a vuranda çünki neçə eləyir? 0 eləyir. Onun üçün olmaz. 2 üstü 1. 2 üstü 4 üstü 2 üstü 4 vurulsun 2 üstü 1. O da eləyəcək 2 üstü 4 üstü 1 düzdür. 2 üstü 4 üstü 1 eləmiş olur bizə. Və bu həqiqətən 2 üstü 4'ü verir də bizə. Bu da bərabərdir, eynidir. Ona görə sadəcə 1'ə vurmaq lazımdır. 1'ə vuranda yenə eyni cavab alınacaq. Dəyişiklik olmayacaq. Aldıq bura qədər. Əla. Gəlin indi bunu 16'lıq kimi göstərin. 2 üstü 4 nə deməkdir? 16 deməkdir. Üstü qüvvət neçədir? 2'dir. 16'nın kvadratı olacaq. Yəni ikinci indeks. Qarşısında nə var? 1 var. 1 vurulsun. Sonra növbətini yazaq. Üstə gəl. 2 üstü 4 nə deməkdir? 16 deməkdir. Üstü qüvvət neçədir? 1'dir. 16 üstü 1. Qarşısında neçə var? 1 var. Yazırıq 1. 1 vurulsun 16 üstü 1. Super. Aldıq bura qədər. Nə olacaq yekunda? Yekunda deməli 16 üstü 2, 16 üstü 1. 16 üstü 2, 16 üstü 1. Deməli bu ədəd verilmiş bu. 16 say sisteminə çevirəndə bu neçə rəqəmlidir? Rəqəmlərin sayını sizdən istəsə 2 dənədir ən böyük indeks. 2 üstə gəl 1. Deməli bu 3 rəqəmli ədəddir. 3 rəqəmli ədədmiş 16 say sistemində. Növbəti nə edəcəyik? Bura qədər çevirdik. Bura qədər yazdıq. Gəlib göstərirsiniz nəyə? Deməli ikinci indeks. İkinci indeks qarşısında nə var? 1 var. Deməli olacaq 1. Qarşısında 1 varsa ikinci indeks oldu 1. Birinci indeks varmı? Birinci indeks varmı? Bəli var. Qarşısında neçə var? 1. Birinci indeksdə var. Sıfırıncı indeks varmı? Yoxdur. Baxın sıfırıncı indeks yoxdur. İkinci indeks var. Birinci indeks var. Sıfırıncı indeks yoxdursa bu da olacaq 0. Deməli 272'nin 10'luq say sistemində olan 272'nin 16'lıq say sistemində qarşılığı nə imiş? 1, 1, 0 imiş. Bununla da biz cavabı müəyyənləşdirdik. Bölsəydi yenə eyni cavab alınardı. Bu qaydayla çevirmək də olar. Ümumiyyətlə, böyük qiymətlər alınırsa, nə bilim, müxtəsərdir, başqa əməliyyatlardır. Bu kimi bilirsiniz, müxtəsər elə gözdə görsənir ki, məsələn, yazılır 8 üstə gəl 14'ün kvadratı. Deyir, məsələn, bunu müxtəsər vurma ilə aç. Görürsən, elə 8-dir 14'dür. Amma bunu açıb vurma əməliyyatı varsa, üstü qüvvətə yüksəltmə varsa, bir-birinə vurulacaq. A kvadratı üstə gəl 2AB üstə gəl B kvadratı. Bu vurulacaq, böyük bir qiymət alınacaq. Yenə böyüyəcək. Bu kimi əməliyyatlarda siz 2'nin qüvvətinə çevirib sonra həmin əsasa doğru yuvarlaşdıra bilərsiniz. Əsasa doğru əlaqələndirə bilərsiniz qiymətləri. Yekunda belə üsulla getmək daha faydalıdır. Bura qədər sualınız var. Hamıya aiddir. Gülcan, Nurcan, Röya. Tamam. Keçək indi digər say sistemlərinə. Digər say sistemləri arasında çevirmək. 10'luqdan görün nə qədər yer tutdu. Növbəti. 10'luqdan dedik. Gəlin bura. Buradan nə yazaq? 3 deyək. Ola bilsin toplama, vurma, çıxma əməliyyatları, əməliyyat sırasını gələndə saxlayarıq. Çünki 60 dənə sizə test toplusundan sual verəcəm. Sual qoyacam ki, onları da işləyərsiniz. Növbəti deməli, 10'luq say sistemindən çevirdik də biz. 10'luq say sistemindən çevirdik. Nədən çevirək? 2'likdən çevirək də. 2'lik say sistemindən indi çevirək nəyə? 10'luq say sisteminə.
8'lik say sisteminə və 16'lıq say sisteminə. Onluq say, ikilik say sistemindən 8'liyə, 10'luğa, 16'lığa necə çevirmək olar? Birinci, ikilik say sistemindən çeviririk 10'luq say sisteminə. İkilik say sistemindən 10'luq say sisteminə çevirəndə belə yazaq. Bir dənə misal üzərində göstərim elə qısaca. Məsələn, 1, 0, 0, 1, 1. Bu deyir ki, neçəlik say sistemidir? İkilikdədir də. Bunu mənə istəyir ki, 10'luq say sisteminə çevir. Bunu belə yazmaq olar. Daha rahatdır. İndeksləməklə. Niyə indeksləməklə? Baxın, adı üstündə də biz 10'luqdan 2'liyə çevirəndə, 10'luqdan 2'liyə çevirəndə bu 2 üstü 11 üstə 2 üstü 1. Bu hələ ki 10'luq say sistemindədir də. Həqiqətən 2 üstü 11 neçədir? 2 üstü 11 2048 deməkdir. 2 üstü 1 də 2 deməkdir. 2048-in üstünə 2 gələndə 2050 verir. Bu ədədi verir də. Deməli, bu hələ ki, bura qədər, bu mərhələyə qədər 10'luq say sistemindəymiş. 10'luqdaymış. Əsası 10 imiş. Sonra bunu indeksləmə metoduna gətirdim, bu hala saldım. İndeksləyəndə deməli 0-dan başlayırıqsa, sonuncu indeks. Yadınızda çıxsa, buradan əlaqələndirir. Sizə belə açar sözlər verirəm ki, gedib hər hansı bir situasiya qarşısına çıxanda o an yadınıza düşsün. Deyin ki, biz bu dərsdə, məsələn, 5 ay bundan qabaq keçdiyimiz say sistemləri dərsində, bax, bu müəllim bu sözü demişdi. Deməli, burada bu var. Buradan yadınıza düşsün, ən azından. Və 0-dan başlayırıq indeksləməni isə, burada da eyni qayda indeksləmə metoduna getmək lazımdır. İndeksləmə metoduna gedib 0-dan başlamalıyıq. Yəni, haradaydı bizim qiymətimiz? Burada. Demək, biz sağdan sola doğru sıfırlayırıq. İndeksləyirik. Bura olacaq 0, 1, 2, 3, 4. İkilikdən 10'luğa çevirəndə çox rahatdır. Digərlərindən də qat-qat rahatdır. Harda 1 gördünüzsə oranı hesablayın. Harda 0 gördünüzsə ora baxmayın. Baxın, harda 0 gördünüzsə üzərinə xətt çəkin. Sıfırlara baxmayın. 1'lərə baxın. 1'dir. Üzərində neçə var? 4'dür. İndeksi neçədir yəni? Üzərində deyirəm, yəni indeksidir. İndeksi neçə imiş? 4 imiş. 4 imişsə indeksi, bu 2 üstü 4 deməkdir. 2 üstü 4. Sonra üstə gəl. Toplayın. 1'ə baxın yenə. 1. Üstündə indeks neçədir? 1'dir. Deməli olacaq 2 üstü 1. 2'nin qüvvətini indeksə uyğunlaşdıracaqsınız. İndeks neçədirsə 2'nin o qədər də qüvvəti olacaq. Burada da 1 var. 2 üstü deməli neçə olmalıdır? 0 olmalıdır. İndeksi 0'dır çünki. Toplayın. 2 üstü 4 16 deməkdir. 2 üstü 1 2 deməkdir. 2 üstü 0 da 1 deməkdir. Cavab neçə alınır? 16 üstü 2 18, o da 1 19. Həqiqətən bu 1 0 0 1 1 ikilik say sistemində verilmiş ədəd 10'luq say sisteminə çevriləndə 19'a bərabər imiş. 19'a bərabər. Gəlib yoxlasaq, elə bölmə əməliyyatına getmək olar da. Bölək. 2'yə bölək. Neçə eləyək? 8. 8 əv 2. 18. 18 nədir? 9 əv 2. 9 əv 2, 18. Burada nə qaldı? 1. 9'u 2'yə böləndə 4 əv 2, 8. Burada qaldı qalıq 1. 4'ü 2'yə böləndə burada qalacaq deməli. 2, 2 əv 2, 4. Burada qaldı 0. 2'ni 2'yə böləndə 1. 1'i 2'yə vuranda neçə qaldı? 2. Bu da oldu 0. Gəlib sondan doğru birləşdirək. Buradan birləşdirək. Cavabdan ilk qalığa qədər birləşdirmə əməliyyatı aparırıq. Nə alınacaq? 1, 0, 0, 1, 1. Baxıb görək, həqiqətən eləmdimi? 1, 0, 0, 1, 1. Baxın. 1, 0, 0, 1, 1. 1, 0, 0, 1, 1. Deməli, cavab həqiqətən doğru. Bu, bütün qiymətlər üçün də eyni formada keçərlidir. Bu formada da yaza bilərsiniz. Daha sürətlidir, daha da sizə vaxt qazandırır. Harda 0 gördünüz, onları kresləyin, kənarlaşdırın, indeksləyin və indeksləyəndə də harda 1 varsa 2'nin qüvvəti şəklində həmin indeksləri başlayın toplamağa. Toplayırsınız, axırda alınan cavab nə imişsə, deməli bizim 10'luq say sistemində alınan
Ədədimiz də o imiş. İndi ikili sayı sistemindən 8-liyə və 16-lığa çevirəndə necə çeviririk? 8-liyə çevirəndə 3-3 bölürük. 16-lığa çevirəndə isə 4-4 bölürük. 8-liyə çevirəndə deməli 2-likdən çevirək 8-liyə. Bir də 2-likdən çevirək 16-lığa. İndi gəlin yazaq burada. 2-likdən 8-liyə çevirəndə məsələn olsun 1 0 0 1 1 1 0 1 1 1 0. Bu da olsun yenə 1 0 0 1 1 1 0 1 1 1 0. Ədədimiz budur. İkili sayı sistemində. Bunu 8-liyə çevirəndə ilk olaraq 8-liyi yazaq. 8-liyə çevirəndə 2-likdən neçə olacaq? 3-3 bölmək lazımdır. Başlayırsınız sağdan sola doğru 3-3 bölməyə. 1, 2, 3. 3 dənədir. Buradan bir dənə ara kəsmə qoydunuz. Kəsirsiniz. 1, 2, 3. Buradan yenə kəsirsiniz. 1, 2, 3. Buradan kəsirsiniz. İstəsəz sona bir dənə 0 ata bilərsiniz. Nə qədər 0 çatmırsa təbii ki ata bilərsiniz. Amma istəməzsinizsə atmayın. Yenə qoyuram. Özüm üçün qoydum ki 3 dənə olsun. Eyniləşsin deyə 0 qoydum. İndi başlayırsınız. Buradan digər tərəfə indeksdən. İndeksiyana necə olacaq? Üstü qüvvətlər toplananda sizə neçə verməlidir? 7 verməlidir. Düzdürmü? Niyə 7 verməlidir? Çünki onun yarısında problem olub. Onun üçün videonu yenidən başlatmalı oldum. Dərsdən əlavə. Bu hissədə problem var idi ki, yenidən buranı izah edeyim. 45 8-li sayı sistemində verilmiş qiymətimizdir. Dedik ki, bunu 16-lı sayı sisteminə çevirək. Bu zaman biz nə edirik? 2 dənə hissə var. Biz bilirik ki, 8-likdən birbaşa 16-lığa keçid edə bilmərik. Onun üçün 4, 5, 8-lik sayı sistemində qiyməti çevirmək lazımdır 2-lik sayı sisteminə. 2-lik sayı sistemində aldıqdan sonra da çeviririk 16-lığa. Gəlin burada yazaq. Necə yazacağıq? 4, 5, 8-likdədirsə gəlib 4 və 5 rəqəmlərini ayıraq. 4 və 5 bu şəkildə. Elə gəlib burada biz necə ki indeksləyiriksə, indeksləyirdik də əvvəldə. Eyni formada bu hissədə indeksləmək lazımdır. 1, daha doğrusu 4, 2 və 1 olaraq indeksləyirik. Ancaq bu indeksləmə cədvəl metodu ilə olacaq. Cədvəl metodu ilə yazdıqdan sonra 4. 4-ün alınmasında hansı istifadə olunub? Nə istifadə olunub? 4-ün alınmasında heç nə istifadə olunmuyor. 4-ün elə özü 4-dür. 2 və 1 istifadə olunmuyor toplama əməliyyatında. Ona görə 4-ün yerinə 1 qoyuruq, digərlərin yerinə 0 qoyuruq. Əlavə etdik. Növbəti 5. 5-in alınmasında 4, 2, 1 hansılar istifadə olunub? 4 və 1 istifadə olunub. 4-ün üzərinə 1 gələndə 5 eləyir. 5 eləyir. Düzdürmü? 4-ün üzərinə 1 gələndə 5 eləyir. Deməli burada nə olacaq? Bura olacaq 1, 2 istifadə olunmuyor. Buna görə 0, 1 istifadə olunub, bəli. Olacaq 1. Alandı qiymətimiz bu şəkildə. 1, 0, 0, 1, 0, 1. Yəni gəlin birləşdirək. Birləşdirənə dediyimiz kimi biz ilan metodu var. İlan metodu deməyək, yəni ilanvari bir dənə quruluşda bunları düzməliyik. Yəni gəlib bərabərləşdirəndə bu 4-ün alınmasıdır, bu da 5-in alınmasıdır. Düzdürmü? Başlayırıq. 1, 0, 0. Yuxarı pillə bitdi bu pillə. Keçirik ikinci pilləyə. Olacaq 1, 0, 1. Bu oldu bizim ikilik sayı sistemində ədədimiz. 1, 0, 0, 1, 0, 1. İndi bu ikilik sayı sisteminə verilmiş qiyməti çevirmək lazımdır. Nəyə? 16-lıq sayı sisteminə. 16-lıq sayı sistemi. 16-lıq sayı sisteminə çeviririkmi? Tamam. 16-lıq sayı sisteminə çevirəndə biz necə çevirirdik? 4, 4 ayırırdıq. Düzdürmü? Ayırırıq 4, 4. 1, 2, 3, 4 ayırdıq. Burada da 1, 2. İstəsək bu hissələr 0-da əlavə edə bilər.
Və başlayırıq indeksləməyə. 1, 2, 4, 8, 1, 2, 4, 8 şəklində. İndeksləyəndən sonra sıfırlara baxmırıq. Sadəcə işimiz birlərləndir. 1, 4. 1 ilə 4-ün birləşməsi bizə verdi 5, yəni toplanması. Sonra birlər. Sadəcə bir dənə 1 var. Üzərində neçə var? İndeks 2-dir. Deməli olacaq 25. 2, 5. 16-lı say sistemində. Deməli 4, 5-in 8-li say sistemindən 16-lı say sisteminə çevrilməsi bizə 2, 5, 16-lı say sistemində ədəd vermiş olacaq. Bu belə. Növbəti nə idi? Bizim istifadə etdiyimiz qiymətimiz olsun neçə? Səhv eləmirəmsə belə yazmışdıq. D yazmışdıq. DF5 demişdik. DF5. Bunu 16-lıq say sistemindən çevirmək lazımdır. Neçəyə? 8-lik say sisteminə. Yenə eyni qaydana. 16-lıq say sistemindən birbaşa 8-liyə keçid qaydası yoxdur. 16-lıqdan DF5-i birbaşa biz 8-liyə keçirdə bilmərik. Çevirə bilmərik. Onun üçün öncəli 2-liyə çevirmək lazımdır. 2-liyə çevirdikdən sonra da çevirməliyik 8-liyə. Baxın, öncəli 2-liyə, sonra da 8-liyə. Öncə gəlin 2-liyə çevirək. Verilmiş qiyməti. Birinci mərhələ. DF5 16-lıqdan çevirək 2-lik say sisteminə. 2-lik say sisteminə çevirəndə ayrılır rəqəm. D, sonra F, sonra da 5. Gəlib burada cədvəl quraq. 16-lıqdan söhbət gedir deyə 1, 2, 4 və 8 cədvəllərini qurduq. Bu şəkildə ayırdıq. Bu bizim cədvəlimiz. Gəlib baxırıq. D nə deməkdir? A, B, C, D. 13 deməkdir. Düzdürmü? Qarşılığı 13. 13-ün yaranmasına nə istifadə olunub? 8, üstəgəl 4, üstəgəl 1. 8 üstəgəl 4, 12, üstəgəl 1, 13 verir. Deməli 8, 4 və 1 istifadə olunub. Onların yerinə 1 qoyuruq. 2 istifadə olunmur. Yerinə 0 qoyuruq. F nədir? 15 deməkdir. 15-in yaranmasına hamısı istifadə olunur. 8 üstəgəl 4, 12, üstəgəl 2, 14, üstəgəl 1, 15 edir. Hamısının yerinə 1 qoyuruq. 5-in yaranmasında 4 üstəgəl 1 istifadə olunur. 4 və 1-in yerinə 1 qoyuruq. 2 və 8-in yerinə isə 0 qoyuruq. Bunlar gəlib hətta bərabərləşdirə bilərik. Bərabərdir bu. D-dir. Bu F-dir. Digər sonuncu isə 5-dir. Bərabərləşdirdikmi? Gəlib birləşdirək. Birinci D-nin qiymətləri 1, 1, 0, 1. F-in qiymətləri 1, 1, 1, 1. 5-in qiymətləri 0, 1, 0, 1 alınır. Aldıqmı? Bu olacaq ikilik say sistemindədir. İndi biz ikinci mərhələyə keçmək lazımdır. Baxın. Uğurla 16-lıq say sistemindən ikilik say sisteminə keçdik. İkilikdən çevirmək lazımdır 8-lik say sistemi. İkilikdən 8-liyə çevirəndə təbii ki 8-liyə çevirəndə 3-3 ayırdıq. 1, 2, 3. 3 dənəsini ayırdıq. 1, 2, 3. Yenə ayırdıq. 1, 2, 3. Bunu da ayırdıq. 3-3 ayırdıq və başlayırıq indeksləməyə. 1, 2, 4, 1, 2, 4, 1, 2, 4 və 1, 2, 4 şəklində. Ayırandan sonra sıfırlara baxmırıq. Baxın, sıfırları baxmayın. Sadəcə birlərə bax. Gəlin birləşdirin. Bu ayırdığımız birinci hissədə toplayın. 4 və 1 var. Birlərin üzərində hansı indekslər var? 4 və 1. Toplayanda 5 edir. İkincisində 4 və 2 var. Birlərdə 4 və 2 var. Toplayanda neçə edir? 6 edir. Növbəti 3 dənə 1 var. Deməli toplayanda zaten 7 edir. İkincisində 2 dənə 1 var. İndeksi birinin 4-dür, birinin 2-dir. 4 dənə 2-ni toplayanda 6 edir. Deməli bu da verəcək bizim 16-lıq say sistemindən 8-liyə çevirməmiz. Yazarsınız elə toplamalara qədər olan hissə lazım deyil sizə. Burada artıq toplamadır.
Yox, elə toplama deyil əslində. Elə toplama deyil. Burada vurma da var hətta. 61-ə qədər olan hissəni yazın. Bəlkə bir dəqiqə bu suallara baxın. Görək toplama vurma yoxdur bunların arasında. Bəlkə görsənmir. Onluq sayısını göstərin. Bu əslində adi toplamadır. Burada çevirib toplayacaqsınız. Elə də çətin deyil. Onluq sayı sisteminə deyirsə, onluq sayı sisteminə çevirin, sonra toplayın adi qaydada. Sayı sistemlərinin toplanması deyil bunlar. Yenə arasında olarsa, desək ki, əgər sizə %100 ikilik sayı sistemində verilmiş ədədləri toplayın, elə suallar olsa ya 8-dir, onları yazmarsınız. 61-ə qədər evə işləyin buradan bu sualları. Sizə əlavədən də ev üçün kod da göndərəcəm. Gələn dərsimiz neçənci gün idi bizdə? Baxın bir dəqiqə. Bu gün bazar gününün dərsini bitirdik. Üçüncü gün olacaq sizin dərsiniz saat 19:00-da. Kod göndərəcəm, evdə müstəqil işləyəcəksiniz. Bir də 61 test toplusundan 61 dənə sualı bitirərsiniz. Bugünkü dərslə bağlı nəzəri izahla bağlı. Nəsə bir sualınız varmı? Heç kimdə yoxdur? Tamam. Onda gələn dərsimiz görüşənə qədər video izahı göndərəcəm sizə. Video izahı mütləq baxın. Bir də sadəcə baxmaqla qalmayın. Özünüz üçün bir dənə dəftər tutun. O dəftərdə qeydlər aparın. Çünki qeyd aparanda özünüz bilirsiniz də, qeyd aparanda insan daha yaxşı öyrənir. Əzbərləmir, daha yaxşı öyrənmiş olur. Oldu uşaqlar. Gecəniz xeyrə, hələlik.